Salam. Sizə bir şeir oxumaq istəyirəm. Daha bir gözəl şeir oxumaq istəyirəm. Təbii ki, Ayaz Arabacıdan. Əsrimizin ən böyük şairlərindən biri Ayaz Arabacıdan. Ayaz Arabacının hər şeiri sanki bir romandır, sanki bir bitməyən bir mübarizə manifestidir. Bu şeir isə tamam fərqlidir. İnsanı titrədən, Azərbaycanın kişilərini, ərən kişilərini xatırladan, Azərbaycanın mübarizə və mücadilə dolu həyatının qısa bir manifestini yaradan bir şeirdir. Bacardın min ürəkdə isti yuva qurmağı. Bugün səndən öyrənir qalalar dik durmağı. Kədərdən yox olaraq qanasa bir dırnağın. Uca dağ vüqarınla tur oğlu, tur adamsan. Sən nə eylməz kişi, sən nə məğrur adamsan. Mənim bildiyim adam, mənim sevdiyim adam. Marşdır, simfoniyadır. Üvertüradır sanki. Bugün səndən öyrənir qalalar dik durmağı. Böyle kişilərimiz olub. Qalalar öyrənib, dağlar öyrənib, dağlar dik durmağı öyrənib. Kədərdən yox olarıq qanasa bir dırnağın. Uca dağ vüqarınla tur oğlu, tur adamsan. Sən nə eylməz kişi, sən nə məğrur adamsan. Mənim bildiyim adam, mənim sevdiyim adam. Azərbaycanda belə adamlara ehtiyac var. Belə adamları yetişdirmək lazımdır. Belə adamlar var, belə adamların qiymətini vermək lazımdır. Səni taleyimizə göylərin özü yazdı. Belə bu yazı ilə də ən gözəl sözü yazdı. Sən sevgidən ötəsən. Sevgi sənin üçün azdır. Nəfəsi od, qəlbi od, istəyi nur adamsan. Sən nə eylməz kişi, sən nə məğrur adamsan. Mənim bildiyim adam, mənim sevdiyim adam. Göylərin özünü yazdığı adamlar lazımdır bu millətə. Biçər şərə min kəfən, qızıl qanat qayçılar. Doğar bir gün o günəş, bulutları qamçılar. Bilirəm, nə məlhəmdir qəlbindəki qançıra. Hər cür qorxunu yenmiş, bir azad, hür adamsan. Sən nə eylməz kişi, sən nə məğrur adamsan. Mənim bildiyim adam, mənim sevdiyim adam. Şər varsa, ona kəfən biçən qızıl qanat qayçılar da var. Tanrının qayçıları. Və o bulutları, o şər bulutları, doğan günəşlər də bir qamçılar. Və qəlbindəki o qançıra nələr məlhəmdir, nələr dərmandır, onu da bilirəm, deyir şair. Hər cür qorxunu, hər cür o pis qorxunu, hər cür o ifunəti yenən bir azadlıqdır, bir hürlükdür, içindəki hürlük, içindəki özgürlükdür. Biçər şərə min kəfən qızıl qanat qayçılar, doğar bir gün o günəş, bulutları qamçılar. Bilirəm nə məlhəmdir qəlbindəki qançıra. Hər cür qorxunu yenmiş, bir azad, hür adamsan. Sən nə eylməz kişi, sən nə məğrur adamsan. Mənim bildiyim adam, mənim sevdiyim adam. Soyuq bir qış günüdür. Hər yer qırov, qar qoxur. Adamların sifəti hər cür ahuzar qoxur. Amma bizə varlığın qışda da gülzar qoxur. Sən yeganə ocaqsan, alovu gür adamsan. Sən nə eylməz kişi, sən nə məğrur adamsan. Mənim bildiyim adam, mənim sevdiyim adam. Qış günüdür, hər yer qırov, qar qoxur. Yenə qan qoxmasın, qar qoxsun. Qan qoxandansa qar qoxmaq yaxşıdır. Adamların sifəti hər cür ahuzar qoxur. Təbəssümlər şəhəri idi Bakımız. Təbəssümlər ölkəsi idi. Günəşli Azərbaycandı Azərbaycanımız.
İnsanlar təbəssümlə gəzirdilər, can deyib, can eşidirdilər bir-birinə. Nə gözəl zamanlar vardı. Amma indi adamların sifətində təbəssüm yoxdur. İndi adamların sifətin ahuzar qoxur, dərd qoxur, problem qoxur, kommunal xərc qoxur, cərimə qoxur, nigarançılıq qoxur, narahatlıq qoxur. Allah məni gəlib nə vaxt aparacaqlar qorxusu qoxur. Amma deyir, bizə varlığın qışdan da gülzar gəlir. El adamlar var, el adamlarımız çox olsun. Varlığından qürur duyduğumuz adamlarımız çox olsun. Bir ölkənin niyyətidir, bir ölkənin gələcəyidir o adamlar. Elə ocaqlar var olsun, elə ocaqların alovu gür olsun. Gür olsun, bu ölkəni yenə gülşənə çevirək, yenə çəmənzara çevirək. Yenə bu ölkənin dərdini, bəlasını alaq, yenə bu ölkəni gözəl bir ölkələr halına salaq. Soyuq bir qış günüdür. Hər yer qurub, qar qoxur. Adamların sifəti hər cür ahuzar qoxur. Amma bizə varlığın qışda da gülzar qoxur. Sən yeganə ocaqsan, alovu gür adamsan, sən nə eğilməz kişi, sən nə məğrur adamsan, mənim bildiyim adam. Mənim sevdiyim adam. Hər ağı ilə sarsılıb, hər yara ilə qanadın, bəlkə də milyon dəfə budandı qol qanadın, amma əzəmətini itirmədi heç adın. Ömrü səngər adamsan, yolu uğur adamsan, sən nə eğilməz kişi, sən nə məğrur adamsan, mənim bildiyim adam, mənim sevdiyim adam. Hər ağı ilə sarsılıb, hər yara ilə qanadın. Dövrümüz odur. Ağrılar, yaralar, qanlar. Milyon dəfə budanan qol qanatlar insanı bir dəfə buduyarlar, 2 dəfə buduyarlar, 3 dəfə buduyarlar. Bizim məmləkətimizin gözəl insanlarını milyon dəfə buduyarlar. Ağır kişilər, bığlı kişilər, saqqallı kişilər birdən elə vəziyyət olur. Birdən elə vəziyyətdə görürsən, birdən elə dizini yerə qoyur, birdən gözündə elə uçur, birdən gözündə elə parçalanır ki, millət də parça-parça ölür. Amma əzəmətini itirməyənlər var bu ölkədə. Ömrü səngər adamlar, yolu uğur adamlar var bu ölkədə. Ayaz Arabaçı onu yazıb. Hər ağı ilə sarsılıb, hər yara ilə qanadın, bəlkə də milyon dəfə budandı qol qanadın, amma əzəmətini itirmədi heç adın. Ömrü səngər adamsan, yolu uğur adamsan, sən nə eğilməz kişi, sən nə məğrur adamsan, mənim bildiyim adam, mənim sevdiyim adam. Ayaz Arabaçı. Manifest. Bir ömrün manifesti. Bir mübarizə ömrünün manifesti. Bir möhtəşəm sənət əsəri. Bir möhtəşəm əsər. Hər bir kişinin olmalı olduğu profili cizib Ayaz Arabaçı. Hər bir kişi bu şeydə yazılan kimi olmalıdır. Ər kişi olmalıdır, nər kişi olmalıdır. Azərbaycan bunu yaşayıb bax. Azərbaycanda belə kişilər olub baxın. İsrafil bəy olub, Kərəm ağa olub, İsrafil ağa ilə Kərəmin dastanı olub, düşmən olublar. Evinə vurmağa girib, görüb həyat yoldaşınla yatır, gülləsini yastığının altına qoyub çıxıb, səhər durub Kərəm baxıb ki, ya Kərəm İsrafil eləyib onu, baxıb ki, güllə var. Mesajdır, yanında qadının vardı, səni vurmadı. Düşmənçilik eləyiblər, səfərə gedəndə, Arazı otaya keçəndə, gəlini gətirib düşmənin qapısına qoyublar ki, mənim etibar elədiyim sənsən, düşmənin qapısına qoyublar. Düşmənin gəlini bunun qapısında doğanda, oğul doğanda
sızıldayıb, ağlayıb ki, bir düşmən gəlir məni öldürməyə, doğulu bax. Amma o düşmənin gəlini namus kimi saxlayıb. Nər kişilərin vətəni olub Azərbaycan. Belə kişilərin vətəni olub Azərbaycan. Durmadan oxuyaram. 100 gün dalbadal oxuyaram belə şeirləri. Hər ağrıyla sarsılıb, hər yarayla qanadın. Bəlkə də milyon dəfə budandı qol qanadın, amma əzəmətini itirmədi heç adın. Ömrü səngər adamsan, yolu uğur adamsan, sən nə ilməz kişi, sən nə məğrur adamsan, mənim bildiyim adam, mənim sevdiyim adam. Bu boyda ürəyinə sağlıq, nəfəsinə sağlıq, ağzına sağlıq, qələminə sağlıq, Ayaz Arabacı. Bu boyda əgər mübarizənin içərisində dərdinə, kədərinə, qəminə sağlıq, Ayaz Arabacı. Sən ki bizi zaman-zaman yerimizdən oynada bilirsən, sən ki bizə zaman-zaman Xəlil Rza Ulutürkü, İsfəndiyar coşqunu xatırlada bilirsən, sən ki bizə zaman-zaman Məmməd Arazın ağrılarını və dərdlərini xatırlada bilirsən, Allah sənə yar olsun, əziz qardaş. Və mən bu şeiri Xural TV-nin tamaşaçılarına çatdırmaqdan məmnunum. Sağ olun əziz tamaşaçılar, görüşənə qədər.